Salamlar. Çoxdandır belə əslində videolar çəkirəm, amma rəsmi bir video üçün kamera qarşısına çıxmırdım. Gəldim belə bir gözəl parka. Park demək olarsa, yəni böyük bir ərazidir. Bir-iki dənə də şey yerləşdiriblər orada oturmağa. Orada əslində sürüşkənlər var. Yəni stil. Bura payız birdən gəldi. Yəni burada elə bil bir anlıq yay idi. 2 gün yağış yağdı, yarpaqlar saraldı. Payız oldu. Nəysə, haralardayam. Hardan başlayayım? Gəlin başlayaq. Keçən ilin 2025-dəyik. 2024-dən başlayaq. 2024 başladı və 2024 başlayanda artıq bir qərar vermişdim. Bir qərar vermişdim ki, mən Los Ancelesə köçəcəm. Amerika gözəl yerdir. Amerikada həqiqətən əziyyət çəkirsən. Bu heç vaxt danılmayan bir şeydir. Ancaq əziyyətin bəhrəsini görürsən. Mən otursam bir ay Amerika haqqında danışaram və düşünürəm ki, və danışacağım hələ. Amerikada 5 il konsepti adlı videom olacaq və orada çox detaylı danışacağam. Ancaq düşünürəm ki, mən burada bir neçə il və ya nə bilim neçəsə il əziyyət çəkəcəmsə, qoy heç olmasa qəşəng yerdə əziyyət çəkim də, qəşəng yerdə oxuyum. Qərara gəldim ki, mən Dallasdan köçüm, Texasdan köçüm. Düzdür, orada həqiqətən çox qəşəng dostlarımız var idi. Məsələn, 20 il sonra yanında olan dostların olmayacaq və indiki yaşında qərar verdiklərin səni o yaşa daşıyacaq. Yəni mən istəməzdim ki, məsələn 40 yaşındakı Mahir otursun da 20 yaşındakı Mahirə desin ki, niyə yəni belə eləmədin də? Və bəzi qərarlar verməli oldum və bura köçməyimin bəzi səbəbləri oldu. Təbii ki, onları deyə bilməyəcəm. Keçən ilin mayında şələmi toplayıb köçdüm mən Los Ancelesə. Los Anceles həqiqətən mənim xəyallarımın şəhəridir. Los Anceles yox. Yəni məsələn atıram Hollywood yox. Mən hal-hazırda Hollywooddan, yəni bir dəqiqə sizə göstərim. Əslində yaxınam, yarım saat uzaqlıqdayım. Elə bildim biraz daha uzaqdayım. Yox, əslində probka olanda daha çox olur. Yəni o 20-30 kilometr uzaqlıqdayım. Mənim üçün xəyallarımın şəhəri Los Anceles olmasının səbəbi Amerika içində kiçik Azərbaycan deyə bilərəm əslində bura. Çünki necə? Sən Bakıda oturmusunuz, oturduğunuz yerdən isti yerə də getmək mümkündür. Bir neçə saat maşınla Şahdağa, nə bilim, Qusarı sərin yerə də getmək mümkündür. Los Anceles daha inkişaf eləmiş formasıdır. Atıram, məsələn, oturmuşam burada. Mən gedib surf eləyə bilərəm. Buradan Malibu'ya düşəcəm. Ən uzağı 40 dəqiqə. Tam buradan həqiqətən 1 saat uzaqlıqda gedib snowboard eləyə bilərəm və ya xizək sürə bilərəm. Məsələn, buradan bir neçə saat uzaqlıqda səhralığa gedə bilərəm. Orada da yəni nə istəsəm eləyə bilərəm. Təbii ki, düzgün qərarlar verib bura gəlmək lazım. Nə qəşəng, gəlin sizə onu göstərim. Hara getdi? Kuşlar, beni də alın. Hara gedir elə? Maçda ağaca. Nəysə, qısa olaraq mən köçdüm Los Ancelesə. Ancaq Los Ancelesə köçmədən əvvəl Hawaii videoları atdım. O Hawaii videoları necə oldu? Yanvarda artıq Los Ancelesə köçəcəyim bəlli idi deyə. Yanvarda ucuz bilet var idi may ayı üçün. Biz də may ayı üçün dostlarla planlaşdırdıq və mayda Dallasdan Los Ancelesə maşınla gəldim. 24 saat durmadan maşın yoluydu. Mən təxmini 2 günə gəldim, çıxdım. Maşını burada park elədim. Bileti buradan almışdım Hawaii'yə, yəni ki Los Ancelesdən Hawaii'yə. $150 $200 nəmi. Qalış da həqiqətən günü nə bilim 40 dollara falan gəldi. Yəni həqiqətən çox ucuzdur. Kollecə transfer oldum. Pierce College. Bura yaxındır. Kollecə davam elədim. Sonra həyatımda bir çox dəyişikliklər oldu. Düşünürəm ki, hələ ki burada deməyim düzgün deyil. Nəysə, biraz həyatım davam elədi. Elə keçən yay valideynlərim gəldi, qardaşımla anam gəldi və böyük ortancıl qardaşım da gəldi bura universitet oxumağa. O da Long Beach-dədir, yəni təxmini buradan bir saat yarım uzaqlıqda oxuyur. Keçən yayda artıq qardaşım buradaydı deyə digər qardaşım gəldi. Balaca qardaşım, Mətin, tanıyırsınız. Və o ərəfələrdə də mən əslində videolar çəkdim. Yəni məsələn bu yay videolar çəkmişəm. Sadəcə dedim ki, belə bir video çəkim. Sonra o videoları davamlı olaraq paylaşım. Çünki qardaşım bura gələndə xeyli video çəkmişik. Və təəssüf ki, iyul arası bizim Dallasda olan yaxın dostumuz xəstələndi. Yəni başında ağrılar oldu və təəssüf ki, onun xərçəng olduğunu öyrəndik. Sonra gözləmədiyimiz şəkildə, yəni 2 ay içində hər şey yuxu kimi, hələ də yəni inanmaq mümkün deyil. Yəni insan algılamır, necə başa salım. Yəni nəysə və
Cavid videolardan tanıyırsınız. Bir dəfə Green Card videosu çəkmişik, bir dəfə Washingtona gedəndə o videoda var idi. Instagramda həmişə storylərdə var idi. Yəni bir çox videolarımızda var idi. Yəni hər gün demək olar ki, gəlirdi bizə. Yəni özə Dallasın bir şey yaxşı idi ki, yaxın idi. Yəni məsafə həqiqətən buradakı kimi deyil. Çünki burada şəhərlər çoxdur. Dallasda bir dənə Dallasın özüdür. O da balaca bir yerdir. Yəni hamı bir-birinə maksimum 15-20 dəqiqə məsafədə idi. Yəni bir yerdən bir yerə getsəndə Cavid mənim evimin yanından keçirdi, gəlirdi bizə çay içirdi, eləyirdi. Təəssüf ki, Allah rəhmət eləsin. Və düşünürəm ki, Cavidin həyatdan köçməsindən sonra mənlə yanaşı olmaqla Cavidin ətrafındakı bütün dostlarımızın bəlkə də həyata baxış açısı dəyişdi. Yəni hər şey bəzən birini itirməyə yaxınlaşanda və ya biri artıq başa düşürsən ki, xəstədir və ya həyatından uzaqlaşacaq və ya yəni həyatda qısa günləri qalıb, həyat sənə zaman tanıyır da, yəni alışırsan. Məsələn, bəzi xəstələr olur, bir neçə il əziyyət çəkir və bilirsən ki, hə, bu olacaq. Ancaq bizdə həqiqətən hər şey o qədər göz qırpımında oldu ki və hər şeyin, bilmirəm, yəni həm bu ana qədər mən bir şey düşünürdüm. Yəni bu həyatda deyirlər ki, üzülməyə, problemi dərd eləməyə ehtiyac yoxdur. Səbəb nədir? Problemin var. Həll yolu var. Deməli problem yoxdur. Problemin var, həll yolu yoxdur. Deməli problem yoxdur. Yəni eləyə biləcəyim bir şey yoxdur. Mən həmişə bu düşüncədə idim və əslində hələ də bəzən bu düşüncədə oluram. Ancaq məsələn dostumuz Cavid'i fikirləşəndə problemin həll yolu yoxdur. Amma bu problem yoxdur demək deyil ki, yəni bir nəticədə bir adamı itirsən. Və düşündüm ki, bu deyim sağlamlığı kənara qoyaraq deyilməlidir. Yəni sağlamlığında bir problem yoxdursa, sənin həyatında heç bir problem yoxdur. Düzünü desəm, uzun müddətli kameranı açıb belə danışmaq üçün darıxmışdım. Əslində bunları danışmağı planlaşdırmırdım. Belə 3-5 dəqiqəlik video atasaydım ki, bundan sonraki videolarda davamlı olaraq gəlsin. Biraz gəzə danışım da yəni. Bunu biraz aşağı eləyim. Sonra nə oldu? Elə sentyabrın axırı Cavid rəhmətə getdi. Ondan sonra da bir şey olmayıb hələ ki. Yəni ondan sonra əslində olub, amma çox da bir şey olmayıb. Həyat hələ ki davam eləyir. İnsana həyatı sorğulama şeyləri çox gəlir, gedir. Bəzən düşünürəm ki, xaricdə yaşamaq, məsələn, pis bir şey kimi demirəm qəti, yəni. Çünki elə gənclər var, xaricə çıxa bilmir, yəni və bu problem onların problemi deyil. Bəzən viza ala bilmirlər və ya digər amillər ola bilər. Həm xaricdə yaşayan, həm də rayonda yaşayıb Bakıya məsələn təhsil almağa gedən gənclər digər gənclərə nisbətən daha tez olğunlaşır. Yəni məsələn atıram, mənim bu dəqiqə keçən həftə 23 yaşım oldu. 23 yaşlı, sən 23 yaşıma qədər mən doğulduğum yerdə Bakıda qalsaydım, ailəmin yanında qalsaydım, mən bu düşüncələrə sahib olmazdım. Və ya eyni şəkildə rayondan məsələn universitet üçün Bakıya gəlməli olan gənc də eyni şəkildə. Çünki həyata sıfırdan başlayır da. Yəni təbii ki, şey hissi gözəldir. Yəni sənin dayağının olmaq hissi. Atıram, yəni rayondan məsələn Bakıya gəldin, hə bilirsən ki, nəsə olsa rayona gedəcəksən, ailən rayondadır, onun yanına gedəcəksən. O his gözəldir. Ancaq bizlər, ailədən uzaq böyüyən gənclər əslində bir addım qabaq sayılırmı deyə düşünürəm. Bilmirəm, yəni həyatın bəzi hissələrində bir addım qabaqda sayıla bilərlər. Bəzi hissələrində də bəlkə yox. Nəysə. Başını buraxın, yəni çox belə şeyə girməyək. Video atmırdım, çünki elə video atmamaq elə bir şeydir ki, biraz atmırsan və yəni vaxt uçur gedir. Yəni bir də görürsən ki, nə qədər də atmamısan. It's life bro. Yəni həyat elə gətirir ki, dediyin hər şey olmur. Ancaq bu videoya düzdür, axırlarda deyirəm, ancaq like qoysaz, mənə də biraz həvəsləndirmiş olsaz, bundan sonra, bu videonu çəkəndən sonra yeni kameram var. DJI Osmo Nano-nun videosunu çəkəcəm. Kameranın bu arada bir qaz qalıb, sönə bilər. Və videolar var, mətinlə çəkilən videolar var, sonra bəzi videolar var, planlaşdırdığım və yeni konseptlər də ağlımda var. Hamısının gəlməsini ümid eləyirəm. Təbii ki, buna sizin dəstəyiniz önəmlidir. Hə, bu arada Instagramdan paylaşım eləmişdim, amma heç nə yazmamışdım da. Sadəcə YouTube belə yazıb paylaşmışdım. Görüm ora nə sual verin yazmamışdım düzü. Amma görüm nə yazıb. Salam yazıb Qasanova 06 salam. Takipçin olaraq gəlsən mənə orada rejimi başa sala bilərsən. Bu ilin axırına kimi planlaşdırdığım bir şey var. Tək bir nəfərə yox, hamıya Amerikanı öyrədəcəm. Əsl Amerika, yəni bura istər gəlmək istəyən olsun, istər də gəlib burada nəsə eləmək istəyən olsun, hamıya Amerikanı başa salacağım bir konsept olacaq. Maddi sıxıntıya görə YouTube videolar atmırsan, maddi sıxıntıya görə YouTube videolar atmıram. Həm hə, həm yox demək olar. Çünki çox şükür olsun ki, çox şükür həqiqətən mən ailədən yardım almadan həyatıma davam eləmək istəyirəm və davam eləyirəm və bunun nəticəsində sosial media olsun və onlayn işlər çox görürəm və bunlara vaxt ayırmalı olduğum üçün də
istər-istəməz YouTube geridə qalır. Çünki YouTube mənim əsas gəlir mənbəyim deyil və YouTube'da heç mənim pul qazanmam aktiv də deyil. YouTube mənim tam bir arzumdur. Çünki istəyirəm həqiqətən gənclərimiz mən faydalı konsept hazırlayıram demirəm, amma faydasız da hazırlamıram. Yəni həyatımı bölüşürəm. Amma bildiyi halda faydasız konsept hazırlayan influencerlar çoxdur. Yəni mənasız. Nəysə, nə vaxt yeni video gəlir? Yeni video indi çəkilir. Amerika ilə bağlı çoxlu videolar gəlsin. Yaxşı. Video gözləyənlər anlıq belə bir şey atıb. Günlük vlog gələcək. Günlük vlog gələcək. İndi hal-hazırda kameranı çəkəcəm və kamera ilə bəzi yerləri qoyub onda videosunu çəkəcəm. Vlog çək darıxmışıq. Nə yazım? iPhone 17 Pro nəyə sadiq qala? Bildiyiniz kimi hər il iPhone 17 videosu gəlirdi. Ancaq təəssüf ki bu il gəlmədi. Çünki iPhone-u aldım, ancaq hadisələr yaxşı olmadı. Yəni heç video vecim olmadı yəni. Amerikada necə təhsil ala bilərik? Bunun üçün məsləhətlər verə bilərsiniz. İş üçün həmçinin please. Amerikada təhsil almaq digər Avropa ölkələrində təhsil almaq kimi eynidir. Prosedurlar eyni irəliləyir. Sadəcə Amerikada biraz təqaüd almaq çətinləşə bilir və xərclər də biraz çox ola bilir. Çünki burada nəqliyyat falan filan prosedurlar çox çətindir. Bunu başqa bir videoda danışaram. Ne YouTube videoları gəlsin, gələcək, qazanc, nə? Salam, qəşəng yerdir, çox sağ ol. Video at tez ol, baş üstə. Abi YouTube'a videolar gəlsin, baş üstə. Neçə yaşında Amerikaya getmisən? 18 olandan bir ay sonra bu YouTube deyib paylaş, yaxşı. Turizmdə oxuyuram, xaricə getmək üçün nə məsləhət verə bilərsiniz? Təəssüf ki, boş-boş məsləhət verə bilmərəm. Çünki bəzi insanlar olur, həqiqətən dəxli olmayan mövzular haqqında boş-boş danışır da, yəni. Mən bir bilgim olmadığı üçün məsləhət, yəni bəlkə də daha düzgün məsləhət verə biləcək insanlar ola bilər həyatınızda. YouTube, qaqa ora yoxsa Miami. Miami-də hələ ki olmamışam, bir şey deyə bilmərəm. Salam, ilk olaraq Amerikaya gəlsəm, nə qədər məbləğ özümlə gətirsəm olar. Heç bir məbləğ gətirməsəz belə siz burada baş çıxaracaqsınız. Yəni Azərbaycan gəncləri həqiqətən mən ciddən inanıram ki, dünyanın hər bir yerində baş çıxara bilər. Amma dəyişir yəni. Məsələn, qalacaq, harda qalacaqsınız, nə edəcəksiniz? Yəni atıram $2000 deyək elə ki. Vlog gəlsin ya da yeni çıxmış texnoloji alətlər. Siz həqiqətən yəni istədiyiniz oldu. Həm vlog kimi bir şey, həm də yeni çıxmış texnoloji alət. Hub nədir? LA-də bir gün vlogu, okey. YouTube, çoxlu video ata bilərsən, ata bilərəm. Artıq video gəlsin 8 ay oldu. Buna bir son. Tələbə alış-verişi 2025 məncə gələ bilər. Əlaqəsiz də olsa deyim, dünən 1000 abunə sayına çatdım. Yüngülvari, xoşbəxtəm, təbrik edirəm Qarayev. Abi salam. O, nə qəşəng günəş çıxdı. 2 gündə hava dəhşət pis idi. Community College haqqında məlumat verərdiniz. Community College videom var. Amerikaya gəliş haqqında 2025. Amerikaya 2025-də gəliş həqiqətən çox çətinləşib. Ona görə tam olaraq nə çəkmək olar? O qədər də bilmirəm. Haralardasan, buralardayam. YouTube'a video gəlsin, başqa nə olacaq? Gələcək. Get Time meydanında New York'a qışqır ki, günah Prius'dadır. Bu arada Instagramdan mənə izləyirsinizsə, başıma gələn problemlər o qədərdir ki, həqiqətən. Və dediyim kimi, o problemlər həqiqətən sağlamlıq problemləri olmadığı üçün və yəni həll olacaq. Atıram, məsələn, mənim bu dəqiqə maşına $2000-$3000 ziyana düşməyim məni nə qədər geri salacaq? Bəlkə nə bilim, alsın da bir neçə ay məni geriyə salsın. Bir neçə aydan sonra nə olacaq? Həll olacaq. Əsas odur, həlli var. Yəni xahiş edirəm, siz də həqiqətən mən məsləhət verməyi xoşlamıram. Çünki özümdə bunu kəşf eləmişəm ki, mənə kim məsləhət versə qulaq asmıram. Nə vaxt ki öz başıma gəlir, o mənim üçün ən böyük məsləhətdir. Ona görə təbii ki, inşallah heç bir zaman sizin başınıza gəlməsin. Ancaq təəssüf ki, bu qaçılmazdır, hər kəsin başına gələcək. Ancaq heç nəyə problem eləməyin, əgər o sizin sağlamlığınız deyilsə. Bir gün San Fransiskoda videosu çək. San Fransisko videosu gələcək. Niyə video gəlmir? Məncə Prius haqqında rahat 5-6 dənə video çıxarda bilərdin. Valla Prius mənə problem çıxaranda mənim tək istədiyim Prius'un problemini həll eləmək idi. Elə belə olsa da YouTube video çək qoy, partlayış olacaq. Fikirəm, amma elə belə yox sizin üçün. YouTube'a 1 saatlıq video gəlsin, görək iş, təhsil, vəziyyət necədir. Amerikaya gəlsən babat konseptlər çəkərik. Hive milyon izlənən konseptlər. İnşallah gələrsən çəkərik. Niyə belə tez-tez videolar paylaşırsan? Dediyim kimi bura mənim vaxtım çox olsa, mənim həqiqətən vaxtım çox olsa, gəlir mənim üçün vecimə deyil. Yəni çəkəcəm yenə də. Ancaq vaxtım çox olmadığı üçün digər işlərə baş qoşmalı olduğum üçün təəssüf ki, bura çox video çəkə bilmirəm, ancaq çəkmək istəyirəm, çəkəcəm. Hər dəfə yaxşı şeylərdən danışsam, bu dəfə Amerikanın mənfi tərəflərindən bəhs et. Valla mən mənfi şeylərindən danışsam, mən hamı linçləyəcək. Halbuki mənfi şeyləri Amerikanın o nəticəyə gətirmir ki, siz Amerikada yaşamalı deyilsiniz. Necə ki, Azərbaycan və ya digər ölkələrdə də mənfi şeylər var, ancaq siz Azərbaycanda yaşayırsınız. Bəlkə bir gün dönərsin deyə bekliyoruz. Döndüm. Video nə zaman gələcək? Video gələcək. Salam mələki, YouTube. Bu qədər. Heç nə. Əsas siz yaxşı olun. Əsas siz də sağlamlığınıza diqqət eləyin. Fikir vermişəm özüm bu aralar. Ancaq məsələn vitaminlər alıram özümə. Məsələn proteinlər alıram. Sonra
almaq istədiyim bir neçə şey də var. Məsələn, ashwagandha bitkisi var. Onun elə bir jelibon kimi bir şeyini yeyirəm. Stressdən uzaq eləyir sizi. Sonra bir dənə sea moss gel var. Yəni dəniz yosunu sizin üçün həqiqətən xeyirli bir şeydir. Onu alacağam. Biraz $20'dır. Ancaq düşünürəm ki, məsələn, atıram 40 yaşımda nəsə bir xəstəliyə tutulub, ona on minlərlə dollar xərc tökəcəyimə burada $10, $15 sağlam qidalanın və yəni sağlam olun, gələcəkdəki xərclərdən uzaq olun. Nəysə, boş-boş danışdım yenə. Dedim, sizi də videosuz qoymayım. Nəysə, əsas odur. Özünüzə yaxşı baxın, sağ olun. Mən də gedim ikinci videonu çəkim. İkinci videoda kamera videosu olacaq. Əslində bu iki videonu birləşdirib bir video çəkmək istəyirdim. Dedim, olmasın da bir iki video olsun. Siz də iki videoya baxmış olun. Sağ olun, salamat qalın.